Cəmil bəy, İlham Əliyev Avropa Parlamentinin nümayəndələri ilə görüşdə Azərbaycanda insan haqlarının pozulması ilə bağlı tənqidləri qərəzlə adlandırıb. Buna münasibətiniz necədir? Bilirsiniz, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət o qədər acınacaqlı bir səviyyəyə gəlib çatıb ki, sadəcə olaraq bunu inkar etmək mümkün deyil. Və bu günləri 100 nəfər ətrafında siyasi məhbus var. Və məsələn, bugün məhkəmə gedir, Nardaran işi ilə bağlı məhkəmə gedir. Bandadeldə bu insanlara verilən işgəncələr, bunların verilən işgəncə sədaları altında bunların ah-ı nalələri ərşə dirənir. Bunu Avropalı eşidir, amma İlham Əliyev görünür bunları eşitmək istəmir. Təkcə Nardaran əməliyyatında 6 nəfər vətəndaş öldürülübdür. İkisi polis olmaqla Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatda 6 nəfər vətəndaş ölübdür. Və bir prezident kimi İlham Əliyevin borcu idi bu öldürülmüş vətəndaşlarla bağlı bir araşdırma aparsın. Hansı şəraitdə bunlar öldürülübdür? Məsələn, məhkəmədə aydınlaşır ki, Tariyel adında, üzr istəyirəm, Fərahim adında, Fərahim Bünyadov adında bir saxlanılan şəxs mebel maşınında Bandadelə gətirilən zaman Bandadelin işçiləri tərəfindən maşındaca döyülüb öldürülübdür. Bunun onlarla şahidi var. O maşında olan adamlar hamısı şəhadətli gedir ki, sap-sağlam olan vətəndaş Bandadelin deməli əməliyyat işçiləri tərəfindən döyülərək öldürülübdür. Bu mudur vətəndaş azadlığı, insan haqları, yaxud da ki, deyək, siyasi təqiblərin olmadığını elan etməklə iş bitmir. Bunun kökün kəsmək lazımdır ölkədə. Azərbaycanın hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi bu günləri cəza aparatına çevrilibdir. Məsələn, söhbət açır orada mitinqlərin keçirilməsinin azad olması ilə bağlı 17 sentyabr mitinqi ərəfəsində Milli Şuranın mitinq hazırlıq komitəsinə daxil olan 86 nəfər polis orqanları tərəfindən saxlanılmışdı. Nəinki bu hazırlıq komitəsinin üzvləri, hətta mitinqə texniki avadanlıq verən şəxs saxlanılmışdı. Tribunanı kirayəyə verən şəxs saxlanılmışdı. Toplaşma azadlığı bəyan budurmu? Və mitinqdən sonra 300 nəfərdə ətrafında mitinq iştirakçısı avtobuslara doldurularaq polis orqanlarına aparıldı və bunların böyük bir hissəsi saxlanıldığı andan etibarən zor tətbiq edilməklə, dəyənək zərbələri endirilməklə deməli maşınlara mindirildi. Bunların içərisində çoxlu jurnalistlər də var idi və jurnalistlər gördüyü faktları da açıqladılar. Və 17 sentyabr bir daha sübut etdi ki, Azərbaycanda vətəndaşların azad toplanmaq hüququ təhlükə altına düşübdür. Azərbaycan hökumətinin Avropa Birliyi ilə əməkdaşlığı nə dərəcədə səmərəlidir? Əlbəttə, Azərbaycan xalqı öz gələcəyin Avropa ilə əməkdaşlıqda görür. Avropa dəyərlərini, Avropa strukturlarına inteqrasiyada görür və biz Milli Şura olaraq xalqımızın gələcəyin Avropa strukturlarına inteqrasiya olmaqda görürük. Bilirsiniz, Azərbaycan hakimiyyəti müxtəlif vasitələrlə Avropaya inteqrasiya olmaqdan yayınır. Bunun bircə səbəbi var. Avropanın demokratiya tələbləri, insan haqları ilə bağlı tələbləri. Yəni, bu tələb mahiyyət etibarı ilə Azərbaycanın xeyrinədir. Çünki hakimiyyətdən nə tələb olunur? Avropaya inteqrasiya olmaq üçün zəruri olan sosial, iqtisadi, siyasi islahatları keçirtmək. Öz vətəndaşına adam kimi münasibət bəsləmək. Hakimiyyət Avropanın demokratiya tələblərindən yayınmaqdan ötürü müxtəlif bəhanələrlə
Avropa İttifaqından, Avropa Birliyindən, digər Avropa strukturlarından məsafə saxlamağa çalışır. Hakimiyyətin ümumiyyətlə yanaşması budur ki, biz sizlə də əməkdaşlıq edirik və bu əməkdaşlıq da yalnız enerji daşıyıcıları ilə məhdudlaşmalıdır və biz əgər sizə enerji daşıyıcıları veririksə, siz bizdən demokratiya, insan haqları ilə bağlı tələblərdə bulunmayın. Ya, amma bilirsən, Avropa Birliyi bunu edə bilməz. Çünki insan hüquqları və demokratiya Avropa Birliyi üçün prioritet istiqamətdir. Qərbin rəsmi qurumları Azərbaycanda demokratiyanın dəstəklənməsində nə dərəcədə ardıcıl və prinsipialdır? Ötən müddətə istinad edərək biz deyə bilmərik ki, Qərb Azərbaycanda demokratiyanı dəstəkləməkdə ardıcıl və prinsipialdır. Əslində, çox doğrusu, bugün əgər Azərbaycanda siyasi məhbusların sayı 100-ün ətrafındadırsa və bugün məhbuslarla belə rəftar edilirsə və bugün mitinqə gələn dinc nümayişçilərlə belə rəftar edilirsə, bunun ilk növbədə günahı Avropa Şurasındadır. 2013-cü ildə Avropa Şurasında Strasserin siyasi məhbuslarla bağlı məruzəsi qəbul edilsəydi, Azərbaycan hakimiyyəti insan haqlarının üzərinə bu formada hücuma keçə bilməzdilər. Və gördünüz, o 2013-ün yanvarından sonra cənab Əliyev bütün beynəlxalq məclislərdə Azərbaycanda siyasi məhbusların olduğunu inkar edirdi və istinad edirdi Avropa Şurasının həmin toplantısına və deyirdi ki, Avropa Şurası özü təsdiq edib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Yəni, bir növ Avropa Şurası o qərarı qəbul etməklə Əliyev rejiminə kart blanş verdi ki, kimi istəysən tut, kimlə necə istəysən rəftar elə. Referendumdan sonra ölkədəki siyasi prosesləri necə proqnozlaşdırırsınız? Sizcə erkən prezident seçkiləri keçiriləcəkmi? Ölkənin taleyin referendum həll eləmir. Ölkənin taleyin sosial-iqtisadi vəziyyət həll eləyir. Bilirsiniz, biz dəfələrlə bəyan etmişik, təklif vermişik, demişik, iqtisadi islahatlar keçirmək lazımdır. Ölkədə sosial-iqtisadi vəziyyəti, sosial-iqtisadi ədaləti bərqərar eləmək lazımdır. Ona görə də 26 sentyabrdan sonraki vəziyyəti referendum aktı deyil, sosial-iqtisadi vəziyyət müəyyən edəcək.